Qadın həyatı fərqlidir. Testosteron hormonu daha çox kişilik hormonudur, erkəklik hormonudur və stabil şəkildə davam edən bir kişilərdə güc, qüvvət simvolu olaraq bilinməkdədir. Qadınlarda testosteron az miqdarda var, amma bunun artıqlığı hiperandrogenizm dediyimiz kişilərdə olan hormonun qadınlarda olmağı, onlarda adət pozğunluğuna, süd vəzlərinə irəli zamanlarda atrofiyaya, saç tökülməsinə, sonsuzluğa səbəb olmaqdadır. Biz bunun səbəblərini araşdıran bir mütəxəssis olaraq uyğun lazım olan hallarda müalicə verərək bu hormonal balansı tənzimləyirik. Qadın həyatı kişi həyatından çox fərqlidir. Kişilər sadəcə bu testosteron hormonunun təsiri altında olduğu hallarda qadınlarda bir-biri ilə çarpışan estrogen, progesteron, adət dövründə isə hormonsuz bir dövrə düşür. Bu qadının ruh dünyasına, sinir sisteminə çox təsir etməkdədir. Ona görə qadın orqanizmi kişi orqanizminin tam fərqli bir tərəfidir. Bu həm onun psixoloji ruh halı ilə çox əlaqədardır. Bu baxımdan əgər bura testosteron hormonu normadan artıq olursa, bu qadın həyat tərzində və somatik durumunda müəyyən dəyişikliklərə səbəb olur. Bunları araşdırmaq, yoxlamaq isə həkim endokrinoloqun işidir.